Herkese salam, kanalıma, videoma xoş gəlmisiniz. Bugün evdə belə həm də dedim ki, bacımla qardaşıma qəşəng bir sufle resept eləyim. İndi evdə bacımla qardaşım, yəni uşaqlardan başqa heç kim yoxdur. Anam işdədir. Dedim ki, bacımla qardaşıma qəşəng bir belə bir kasalarda, qazanda suflelər eləyim. Deməli, bizə lazım olacaq. YouTube'dan reseptinə baxdım, getdim, aldım, düzdüm hər şeyi. Bir porsiyon resepte göre 2 yumurta, yarım stakan pesok, sonra bunları mikserle karıştırırıq. Sonra bir paket vanil, yarım stakan yağ, 1 stakan əsl süd var idi resepte. Sadece süd almaq biraz baha çıxdığına göre dedim birdən də yaxşı olmaz diye ona göre süd vurmadım. Ama ChatGPT'den soruştum ki süd yerine su vura bilərəm, daha doğrusu. O dedi ki hə vura bilərsən, yalnız yağını biraz daha artıq eləyərsən. Ona göre ben sudan istifadə edeceğim. 2 xörək qaşığı kakao, sonra bu nədir? 1 stakandan 1 stakan un ve 1 paket kabartma lazım olacaq bizə. Ama mən 2 porsiya edeyim üçün siz bu dediklərimi vur 2 eləyib. Mən o cür eləyəcəm, 2 porsiya eləyəcəm. Ki uşaqlar da doyunca yesinlər. Deməli, birinci yumurtalarımızı qırırıq. Belə hər şeyimi hazır eləmişəm burada. Sərgələ yumurtalarımızı qırırıq. İçine qabıq düşdüyünə görə bunu götürək. Belə. Oldu. 4 tane yumurtamızı qırdıq. Yumurtalarımızı əlavə elədik. İndi isə yarım stakan pesok. Yalnız mən 2 porsiya ediyimə görə 1 stakan. Mənim stakanımı evdə xüsusi stakan tapa bilmədiyimə görə, yəni əsə var sadəcə onlar Karavkadadır deyə çıxardıb verilmək istəmədim deyə belə bir plastik şey elədim. Və tam da görürsünüz biraz qoydum. Hardasa bu bəlkə də, yəni belə də bu geniş stakan olduğuna görə belə pesokumuzu əlavə eləyirik. Sonra bunu mikserlə çırpırıq. İnşallah yaxşı alınır. Sonra anamın yanında da işdən gələndə pərt olmayım. Və yəni o qədər də malzemə xərcləyirəm də. Əslində bir dəfə şey eləmişdim. Bir dəfə də fəsəli eləmişdim. Anamın gəlində çox dadlı alınmışdı. İndi görək də, pis olsa da əslində anam elə şeyləri danışan bir insan deyil. Deyir ki, əsas o da öyrənsən. Amma yenə də adam istəyir ki, əziyyətli heyf olmasın da olsun. Şimdi biraz belə eləyirəm. Bu arada bunu hardasa 3-4 dəqiqə belə mikserlə çırpacağım. Bu qədər qarışdırdım. Məncə hələ ki bəs eləyər. Sonraki şeyimiz bir paket vanilin, belə bir paket vanilimizi də əlim ağrıyır tutmasa əlavə eləyək. Belə qoyaq bura. Allah izmə partlamasın. Əlavə elədik. Ondan sonra bir vanili biraz belə qarışdıraq. Vanili yumurtanın iyisini qarşılamaq üçün vurduq barda. Ondan sonra yarım stakan yağ, 2 porsiya olduğuna görə mən 1 stakan duru yağdan istifadə edəcəm. Orada ayçiçək yağı dedi, günabaxan yağı. Görün mən də yağ istifadə eləmişəm. Məndə də günabaxan yağıymış. Gördüyünüz kimi günabaxan yağı. Bilmirəm, yəni siz başqa yağ istifadə etsəz fərq eləyər ya yox. İlk dəfə elədiyim üçün bilmirəm. Az qarışdırdım. Sonra 1 stakan suyu mən 2 stakan eləyəcəm. Belə bir 2 stakanı belə birdən bankaya elədim. Südün yerinə bunu əlavə eləyirəm. Görün qabı balaca götürmüşəm. Biraz qarışdıraq. Belə çox sulu bir kıvam oldu. Sonra
2 xörək qaşığı kakaodur reseptə görə. Mən 4 xörək qaşığı. Mən bu şeydən istifadə elədim. Bu boy bir şeydən istifadə elədim. Elə bu özü 4 qaşıq elədi təxmini, yəni. Ona görə bu paçkanın hamısını tökdüm. Belə əlavə eləyək ən xoşladığım yeri. Asemir. Görürsünüz gəldi sizə. Belə. Toz atmaması üçün biraz belə eləyək. Çox qışan görsənir bu arada. Biraz karıştırdık. Sıradaki şeyimiz neymiş? 1 stakan un. Ben 2 stakan vuracağım. Bu 1 stakanımız. Qaşıqdan kömək alaq. Dəqiqə. Bir karıştıraq. Burada koymuşam. Burada da içine 1 stakan undu. Ama bunu biraz karıştıraq. Biraz vurduq. Məncə bu da az olacaq ama görək də. Belə əlavə elədik. İndi bunu karıştıraq. Karıştır, karıştır, karıştır. Əgər yaxşı alınsa sizə də tövsiyə edəcəm. Siz də eləyərsiniz. Çünki reseptə baxanda çox yaxşıdır. Yəni həm də evdə olan malzemələrdir. Yəni süd yerinə siz də su istifadə edə bilərsiniz. Zaten ChatGPT-də yox, zaten mən bir neçə şeydə baxmışam ki, südün əvəzinə su istifadə edir. İndi kıvamı belə oldu. O baxdığım xaladakı da çox şey olmamışdı. Çox yəni qatı olmamışdı, orta kıvamda. Məncə çox duru oldu. Ona görə biraz un takviye eləyəcəm. 1-2 qaşığı var məncə. 2 qaşıq təpələmə. İkinci qaşığı da təpələmə vururum. Çünki həqiqətən çox duru oldu. İndən səhvimi düzəldim ki, sonra pişəndən sonra şey olmasın. Qalsın, görək necə olacaq. Üstün başımda un oldu, bütün. Kıvamı belə oldu. O xaldakı da belə olmuşdu. Məncə yaxşıdır. Ondan sonra da qabartmamız var. Belə də adi bir paçkalı belə qabartmamızı vuracağıq ki, suflemiz qəşəng qabarsın. Belə çalışacağım ki, indi həftə içi dərs məktəbə gedirəm deyə. Bazar günü zaten anam özü evdə olur. 6-cı günləri belə maraqlı reseptlər tapın. Bu niyə belə olmuş dəqiqə? Neyse olduğu qədər biraz da qalıb içində. Vanilya da qabartmanı 2 porsiya eləmədim. Çünki mən pankek eləyəndə də 2 porsiya eləyirəm də. Bizim ailəyə çatmadığı üçün 1 porsiya. Ona görə düşündüm ki, yəqin ki bunda da anamın dediyi kimi vanilya qabartmanı tərsən elə reseptdə dediyi kimi bir şey. Xəmirimiz hazırdır. İndi mən qazan ayırmışdım. Bu qazan. İndi mən nə dərəcədə görsənəcək oradan. Neyse görmürsünüz siz. Ben indi qazın altına yandırım. Qoyanda sizə çəkəcəm. İndi qazanımı qoydum ora və biraz qazanım qızsın.
bu qablara dolduracağım. Deməli, birinci bacım bunların içine sildi. Sonra belə bir tane stiçkamız var. Bunun dalı yoxdur. Neyse. Burada iki qablara görüm hərəsi nə qədər yerləşir. Kahve kahveci sonra. Yox, biraz sonra 3 dənə yerləşir. O 3 dənə də onları pişəndən sonra eləyərəm. Çox az qırağını yağlayırıq. Çox az. Ay, çox oldu bir dəqiqə. O çox oldu ona. Bundan götürürük. Hər tərəfinə belə yağlayırıq. Çox az lazım zaten. Bunun için yağlayaq. Mən deyirəm bunlar partlamazlar. Anamın cehizliyindən götürmüşəm bunları. Evdə çox kasa yoxdur. Şeydir. Ona görə neysə də Allaha əmanət. Bir də şey böyle bir şey tapdım. Yaka kaşıqdır. Böyle bir də çok bir şey. Bir dənə baxım. Deməli qabın birazını keçəcək şəkildə qoyuruq. Belədir qabımız. Doldurun. Çox qoymuruq. Yəni yarısını biraz keçəcək şəkildə. Çünki bu zaten qabaracağı üçün. Biraz da qoyum. Xəmir nə yaxşı çox elədim. Məncə bu qədər bəs eləyər. Baxın, bunları belə qoyduq. İndi bunları da dolduraq tez. Bu arada bunları qoyandan sonra təbii ki qırağına qaynar su qoymalıyıq. Çaynikimi də əvvəldən qaynatdım mən. Qırağına bir dənə silim. Bu yaxşı olsa, fisoda mən hər altı bazar bunları pişirəm də. Çünki mən həmişə istəyirdim. Ama deyirdi ki, eləyəcəm. Mama həmişə çox qəşəng şeylər pişirir, amma bunu pişirməmişdi. Ona görə qismət mənim eləməyimmiş. Silim. Deməli belə oldu. Eləyənə qədər də xəmirimiz qaldı. İndi bunu sizə qazan tərəf eləyim. Aha, qazan tərəfi aldım sizi. Bunları bir dənə şeyə baxın. Ən əsas şey yadımızdan çıxıb. Ay. Ən əsas şeyi az qalsın unuturdum. Yaxşı ki şeyə baxdım. Damla şokoladı da əlavə edirik. Belə o normal şokolad istifadə edirdi. Mən sonuçta biraz daha büdcəli ucuz bir şey eləmək istədiyinə görə bu damla şokoladlardan aldım. Ortasına belə qoyuram. Məncə bəs olar. Gedin buradan. Tamam, yapın, tamam. Bundan önce az oldu. Bunu koyandan sonra üstüne biraz da koyuyoruz ki bağlansın biraz üstü. İnşallah lap da çok kabarıb daşmaz qabdan. Bunu da eləyək. Aha, indi qoyuruq. Aha, indi qablarımızı qoyuruq içinə.
Orta xodda dediyim kimi. Belə. İndi o birisi də qoyacağım, amma ondan əvvəl qaynar suyumuzu tökürük. Oy. Çox qoymayıb, çünki qaynayan müddətdə o gəlib sufləmizin içinə girməsin deyə. Dəqiqə. Məncə yaxşıdır. İndi o biri qabımızı da qoyum. Ay, inşallah əlimi yandırmaram. Ay! Və yandırdım. Stres keçirtdim əməlli. İndi bunları 3 dəqiqə ağzı açıq şəkildə qalacaq. 3 dəqiqədən sonra ağzını bağlayıb ən az 7-8 dəqiqə pişirəcəm. 8 dəqiqə buzunu koymuştum. Bir de sizinle bir yerde... Zıbaçı götürdüm. Görün pişip ya yok. Böyledir. Bence biraz da kalsın. Bu 3 dəqiqə falan da kalsın. Şimdi 3 dəqiqə də saxladım. Görək baxaq. Əslində yəni bu ıslak kekdir. Yəni belədir. Amma məncə bu özü də içi belə idi. Ona görə altını söndürürəm day. Ay çox merak edirəm. Sadəcə bunu mən kəlbətinlə götürüm görən dəqiqə. İndi çıxartdım. Baxın belə görsənir. Məncə normaldır. İndi bu 10 dəqiqə gözləməlidir. Dostlar 10 dəqiqə gözlətdi soyması üçün. İndi görün belə çox qəşəng alındı. Çox qəşəng alındı bu arada. İçinə bax indi. Gözlə. Dayan çəkim. Belə gidiyor. Tez oldu hə. Işqaldan çox qoyum. Orasına yox, qırağından götür. Bu da. Hə. Ya da biraz şey götür də. Yaxşı. Vay, bunun içində şokolad yoxdur axı. Ortasındadır. Mümkün. Dadına bak nasıl. Nasıl heyecanlı bir. Tez ol. Oha! Şokolad. Ben sizce bir defa yiyeyim. Can heyecanlı bekleyiş nasıl? Ne oldu? Can nasıl oldu? Şokoladını sevmedim biraz. Can anaklını yedim. Şokoladını sevmedim. Nasıl oldu? Bunu al. Dostlar, bugünkü videomuz bu qədərdir. Bəyəndirsəm mütləq kanala like atmağı və abunə olmağı unutmayın. Abunə olsanız və like atsanız belə videolar daha çox gələcək. Sağ olun.